Balıq bürcü. Vay, 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 vay. Sevirəm də balıqları. O qədər gözəl dostluq eləməyə bacarırlar ki, onlar. Bir balıq sevgidə çox həssas olur, çox dəlisov olur, çox kövrək olur. Amma balığın ən gözəl tərəfi bilirsən nədir? Səmimiyyəti. Balığın ən gözəl tərəfi bilirsən nədir? Dürüstlük. Balıq düşünmədən hərəkət edən bir insan. Balıq bürcündə olan insan otur yanında ağlı gəlib oturub ağlayacaq, soruşmayacaq, ha, niyə ağlayırsan? Qəmlənib bağlanacaq, elə saf insanlardandır. Balıq var həyatda, fikir verirəm onlara, gülüşləri gözəl olsa da elə bir içvəri qanalıyır. Ya sevgidən vaxtı gətirmir, ya da nədənsə. Balıq bürcündə olan insanlara sultan düşdürür. Ona səbəbini deyim də sizə. Çünki onlar sultan kimi sevir sevəndə. Və balığın ən üstün tərəfini bilsən nədir? Qısqanclığı. Elə gözəl sevir ki, səni hər şey unutursan. Amma bəzən də bir kədər balığı gəmi dəryasına aparır. Limansız gəmi də olsalar sevməyə bacarırlar.